Herkese selam. Davam edirik. 2014-2025-ci illər ərzində Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi blok imtahanının biologiya fənnindən istifadə edilmiş sualların izahı ilə 2015-ci ilin bir qəbul imtahanı suallarını izah etmişdim. O cari ilin məzunları üçün təşkil olunmuş imtahanın sualı idi. Hal-hazırda isə əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının sualların izahlarını verəcəm. 51-ci sualla başlayaq. Şəklə əsasən hansı ifadə doğrudur? Bu şəkil hal-hazırda DİM-test toplusunda öz əksini tapmış olan sualdır. Həzm sistemi bölməsində bu sual artıq mövcuddur. Şəklə əsasən hansı ifadə doğrudur? Birinci qida borusu, üçüncü mədə, ikinci 12 barmaq bağırsaqdır. Və biz bilirik ki, mədədə karbohidratları parçalayan ferment yoxdur. Mədədə süd zülalları, mədədə süd yağları parçalana bilər. Həmçinin iri molekullu zülallar kiçik molekullu zülallara parçalana bilər. Daha sonra nazik bağırsağa gəldikdə, nazik bağırsaqda zülal, yağ, karbohidrat bunların hər üçün parçalanması baş verə bilər. A variantında deyir, 3-ün şirəsinin fermentləri karbohidratları həzm edir. 3-də karbohidratlara təsir edən ferment yoxdur. Çünki 3 mədədir. Mədədə zülal və yağlara təsir var, qeyd etdik. 3-də süd yağları parçalayan ferment yoxdur. Biz bildik ki, süd yağlarını mədədə parçalayan ferment var. Bu lipaza fermentidir. Mədədə lipaza fermenti süd yağlarına təsir göstərir. 2-də amin turşuları yoxdur. Xeyr, 2-də sadə zülallar amin turşularına qədər tripsin fermentinin təsiri ilə parçalana bilir. Ona görə də təbii ki, amin turşusuna rast gəlinər, yanlışdır. 1-ə karbohidratlar, zülallar, yağlar daxil olmur qeyd edir. Xeyr, ağız boşluğundan gələn qida maddələri qida borusu ilə ötürüləcək həzm kanalının digər hissələrinə təbii ki, rast gəlinir. 2-də heyvan mənşəli yağların parçalanması baş verir. 2 deməli, nazik bağırsaqdır. Nazik bağırsaqda həm bitki, həm də heyvan mənşəli yağlar parçalana bilər. Mədədə yalnız heyvani yağlardır, amma nazik bağırsaqda, yəni mədədə yalnız süd yağlarıdır. Amma nazik bağırsaqda həm heyvan mənşəli, həm də bitki mənşəli yağların parçalanması baş verə bilir. Ona görə cavabımız olur Y variantı. Davam edirik 52-ci sualımız ilə. Mineral gübrələrlə müqayisədə üzvi gübrələr bitkilər tərəfindən daha gec mənimsənilir. Çünki üzvi gübrələrin minerallaşmaya ehtiyacı var. Bitki birbaşa torpaqdan üzvi maddəni qəbul edə bilmir. Torpaqdan qəbul etdiyi su və mineral maddələrdir. Və deyək ki, torpağa verilir gübrə, heyvan mənşəli bir gübrə. Və həmin o gübrə uzun müddət günəş şüasının təsiri, həmçinin torpaqda suyun hidrolizinə məruz qalmalıdırlar. Torpaqda xüsusən bakteriyalar, saprofit bakteriyalar parçalama prosesini həyata keçirməlidir və üzvi qalıqlar minerallara qədər parçalanmalıdır. Minerallaşdıqdan sonra bitki bunu mənimsəyə bilir. Yəni, mineral gübrələr bitkiyə, torpağa əkin vaxtı verilə bilir. Lakin üzvü gübrə daha öncədən verilməlidir. Çünki minerallaşmaya ehtiyac duyulur və uzun müddət deməli, gec mənimsənilir bitkilər tərəfindən. Üzvü gübrələr minerallaşma prosesi uzun müddət ərzində baş verdiyi üçün bitkilər tərəfindən gec mənimsənilir. Sual 53. Şampinyon göbələyin sporundan bilavasitə nə əmələ gəlir? Şampinyon papaqlı göbəklərə aiddir, lövhəcikli papaqlı göbələkdir və təbii ki, spordan inkişaf edəcək olan mitseliləri olacaqdır. Ürəyində qanı qarışmayan canlı, ümumiyyətlə ürəyində qanı qarışan canlıları sudoqurda yaşayanlar və sürünənlərə aid edəcəyik. Əgər ki, bizdə A variantında gürzə varsa, gürzə sürünənlərə aiddir, çıxarıq. Balina ürəyində venoz arterial, leylək, venoz arterial, anadonta yalnız arterialdır. Gürzədə isə venoz arterial qarışıq qan mövcuddur. İnək, venoz arterial, çəki balığı, yalnız venoz qaz, venoz arterial, göl qubağasında yenə qarışıq qan var. Venoz arterial və qarışıq qan mövcuddur. Gürzə sürünənlərə aiddir, yenə qarışıq qan var. Tısbağa sürünənlərə aiddir, yenə qarışıq qan var. Fil arterial venoz, toyuq arterial venoz. Gəldik D variantına. Qaranquş, xanı balığı, kirpi, it. Qaranquş, arterial və venoz, xanı balığı, yalnız venoz, kirpi, venoz arterial, it, venoz arterial. Yəni, burada qan qarışmamış olacaqdır. Triton, yenə sudoqurda yaşayanlara aiddir, qarışıq qan mövcuddur. Alligator, timsahlara aiddir. Burada qan qarışmasa da ürəyində, mədənində qarışa bilir. Ürəyində qarışmayanlara aid alligatoru götürə bilərik. Lakin burada triton cavabı uyğun gəlmədiyi üçün cavabımız olar D variantı. Sual 55. Nuklein turşusu zəncirində nukleotidlərin hansı ardıcılığı ola bilməz? Biz bilirik ki, DNT
Adenin guanisitazin. Timin RNT isə adenin guanisitazin urasil nukleotidlərinə malikdir. Urasil azotlu əsasına, urasil nukleotidinə biz timinlə eyni bir zəncirin üzərində rast gələ bilmərik. C variantında burada timin, burada isə urasil görürük zəncirdə. Bu mümkün ola bilməz normal bir halda. Qıcı kimlərin əksəriyyətin yeraltı hissəsi, biz bilirik ki, qıcı kimlərin əsas kökləri yoxdur. Onların əlavə və yan kökləri vardır və yeraltı gövdəsi kökümsova malikdir. Yəni, yeraltı kökümsovu vardır. Yeraltı gövdəsi olan kökümsova malikdir. Həmçinin kökümsov üzərində bilavasitə əlavə kök inkişaf edir. Əlavə köklərdən isə yan köklər çıxmış olacaqdır. Sual 57 ilə davam edirik. Ətcəbalalı quşlar, ətcəbalalı və cücəbalalı quşlar ayrılıq inkişaf xüsusiyyətinə görə qaz kimilərdir, ördək kimilər, durna kimilər, sonra dəvə quşu kimilər. Bunlar cücə balalı quşlara aiddir. Sonra göyərçin, ağacdələn, sərçəkimlər, ağacdələnlər, bunlar hamısı deməli ətcə balalı quşlara aiddir. Deməli, ev toyuğu görürüksə cücə balalıdır, çıxarıq. Daha sonra durna görürük, çıxarıq. Qaz ördək, bunlar cücə balıdır, çıxarıq. Ev toyuğu cücə balalı, qaz cücə balalıdır, çıxdıq. Sonra durna, ördək, bunlar cücə balalıdır, çıxarıq. Lakin D variantında göyərçin, ağacdələn, qarğa, sərçə, qaranquş, bunlar isə ətcəbalalı quşlara aiddir. Sual 58. Fəsillərdən hansı ikiləpəlilər sinifinə aiddir? Gül çiçəkləri ikiləpəlidir, kəpənək çiçəkləri, yəni paxlallar ikiləpəlidir, badımcan çiçəkləri ikiləpəlidir, cığlar birləpəlilər fəsiləsinə aiddir. Hal-hazırda dərslik kitablarında yer almasa da birləpəlilər sinifinin fəsilələrinə aiddir. Daha sonra süsənkimlər də həmçinin birləpəlilərə aiddir. Taxıllar birləpəlidir, mürəkkəb çiçəklər ikiləpəlilərə aiddir. Zambaqlar isə birləpəlilərə aiddir. Biz burada ikiləpəlilərin nümayəndələri 1, 2, 4 və 7-ni görürük. Cavabımız olur B variantı. Cığlar və süsənkimlər hal-hazırda 7-ci sinif dərsində öz yerini almasa da, deməli bunlar da birləpəlilər sinifinə aiddir. Sual 59. Əgər 5 dəqiqə müddətində ürəyin aortaya vurduğu qanın miqdarı 25 litr olarsa, ümumiyyətlə, ürəyin aortaya vurduğu qanın miqdarı yuxarı boş vena və aşağı boş venadan ürəyə qayıdan qanın miqdarının cəminə bərabərdir. Əgər ümumi miqdar 25-dirsə, bunun deməli 15 litri aşağı boş vena vasitəsilə gəlibsə, yerdə qalan 10 litri isə yuxarı boş vena vasitəsilə gəlmişdir. Əgər 5 dəqiqə ərzində 10 litr qan yuxarı boş vena ilə ürəyə qayıtmışdırsa, 1 dəqiqə ərzində neçə litr qan qayıtmış olacaq? Cavabımız müəyyən edirik 2 litr olaraq. Davam edirik 60-cı sual ilə. İlanın somatik hüceyrəsinin nüvəsində autosom xromosomlarının sayı 12-dir. Bu orqanizm yetişmiş yumurta hüceyrəsinin xromosom dəsti neçə olar? Deməli, autosom xromosomun sayı 12-dirsə, qalır bizdə cins xromosomlar və somatik hüceyrəsinin nüvəsində autosom yumurta hüceyrədə isə bu dişi fərddən danışır. 2-yə bərabərdir. 12 üzərinə gəlsin. Dişi fərddirsə heterogamet olduğu üçün XY cinsi xromosomlarına malik olduğunu qeyd edəcəyik. Deməli, 12 autosom xromosom, 2 ədəd cinsi olmaqla 2-ni 14-ə bərabərdir qeyd edirik. Və bizə yumurta hüceyrən xromosom yığımını istəyirsə, yumurta hüceyrə ya 6 üzərinə gəlsin X xromosom yığımına, ya da 6 üzərinə gəlsin Y xromosom yığımına malik olacaqdır normal halda. Cavabımız olur C variantı. Ribosomların funksiyası. Ribosom iki müxtəlif ölçülü hissəcikdən ibarət olan membransız orqanoiddir və ribosomun funksiyası zülal sintez etməkdir. Yağ karbohidrat sintezini etməz, yağ karbohidrat sintezini Holgi kompleksi edə bilər, hamar endoplazmatik şəbəkə edə bilər, bitkilərdə karbohidrat sintezini kloroplastlar edə bilər, lakin ribosom etməz. ATF sintezi mitoxondrinin əsas funksiyasına aiddir. Fotosintezin işıq mərhələsində də xloroplastın funksiyası kimi, yəni fotosintez prosesi zamanı xloroplastın da ATF sintezi etmə funksiyası var, lakin özünün hasil etdiyi ATF-i özü istifadə edir, hüceyrəyə vermir. Lakin ribosom ATF sintezi edə bilərmi? Xeyr. Zulalların sintezi, bəli, zulal sintezidir və bütün fermentlər zulaldır. Ona görə ribosom həmçinin ferment sintezi etmiş olacaq. Lizosomun özü Holgi kompleksində, fermentlər isə dənəvər endoplazmatik şəbəkədə formalaşır. Lizosomun özünü formalaşdıran ribosom deyil. Lizosomun fermentləri dənəvər endoplazmatik şəbəkənin membranları üzərində olan ribosomlar hesabına fermentlər formalaşa bilər. Lakin
özü Hodginin hesabına formalaşır. Maddələrin daşınması isə hüceyrə daxilində hamar endoplazmatik şəbəkə, hüceyrədən kənara isə Hodginin hesabına daşınır. Ribosoma aid deyildir. Cavabımız olur 3-4. Sual 62. Yaşıl və göy yaşıl yosunlarla göbələk telləri arasında. Biz bilirik ki, göbələklər əgər yosunlarla birgə müştərək yaşama girmiş olsa, şibyələr yaradır. Şibyə ibarətdir ya göbələk yosun birliyindən, ya da ibarətdir göbələk siyanobakteriya birliyindən. Və göbələk yosun birliyi və ya göbələk siyanobakteriya birliyi bunlar simbioz yaşama nümunədir. Simbioz müştərək yaşama nümunədir. Burada simbioz yaşamı biz yonca və azot bakteriyası arasında görərik. Yumrucuq bakteriyaları ilə paxlalı bitkilərin köklərinin bir-birlə simbiozluğunu bilirik. Ona görə cavabımız D variantıdır. Ağcaqanad insan təbii ki, parazit münasibətdir. Milçəkdan milçək, burada milçəkdən yırtıcı rolunda çıxış etmiş olur. Akula siyənə yırtıcı rolundadır akula. Bakteriya, bakteriyofag bakteriyalarda qarın yatalağı və qanlı ishalın törədiciləri olan bakteriyalarda parazitlik edir. Yəni bu da parazit sahibi münasibətlərinə aid olmuş olur. Cavabımız olur D variantı. Biz simbioz münasibət axtarırdıq. Sual 63. Yazda hidra yumurtalarından 32 fərd əmələ gəlmişdir. Və biz bilirik ki, bir yumurta hüceyrə bir spermatozoidlə mayalandıqda bir zigot yaranır. Bu zigotdan da bir fərd inkişaf etmiş olur. Əgər ki, bizdə 32 fərd inkişaf etmişdirsə, 32 yumurta hüceyrə 32 spermatozoid tərəfindən mayalandırılmışdır və qamçı və 32 zigot yaranmışdır. 32 fərd inkişaf etmişdir. 32 zigotun yaranmasında iştirak edən 32 spermatozoid vardır və qamçıya malik olanlar da bilirik ki, spermatozoidlərdir. Ona görə də cəmi ən azı 32 spermatozoid biz burada görmüş oluruq, 32 qamçı görmüş oluruq. Sual 64. Dərman bitkilərini müəyyən edin. Burada dərman bitkisi it burnu, gül xətmi, yemişan, çoban yastığı bunlar dərman bitkilərinə aiddir. Sual 65. Xanı balığı və göl qubasının qan dövranları ilə bağlı ümumi xüsusiyyətləri istəyir. Qan ürəkdən arteriya damarı ilə çıxır. Bəli, xanı balığında da, göl qubasında da ümumiyyətlə qan ürəkdən çıxırsa, arteriya damarı ilə çıxmış olacaq. İçində nə daşınır, daşınsın. Qan ürəkdən deməli çıxacaq arteriya damarı ilə. Bu doğru fikirdir. Qanın tənəffüs orqanlarından vena damarları ilə bilavasitə ürəyə qayıtması. Balıqlarda qan tənəffüs orqanından ürəyə qayıtmır. Balıqlarda qəlsəmələrdə təmizlənmiş olan qan, arterial qan bədənə vurulur. Bədəndə qazlar mübadiləsi getdikdən sonra venoz qan ürəyə qayıtmış olur. Ona görə də balıqlarda qan tənəffüs orqanından qan ürəyə qayıtmır. Venoz qanın vena damarları ilə ürəyə qayıtması. Bəli, istər balıq olsun, istər suda qurda yaşayan venoz qan ürəyə vena damarı ilə qayıdır. Sadəcə suda qurda yaşayanda ürəyə vena damarı ilə həm venoz, həm arterial qan qayıda bilir. Balıqlarda isə yalnız vena damarı ilə venoz qan daşına bilir. Ümumiyyətlə, vena damarı ilə yalnız venoz qan daşınan onurğalılara biz balığı misal göstərə bilərik. Çünki balıqlarda qan tənəffüs orqanına ürəyə qayıtmadığına görə vena damarında arterial qan müşahidə etmirik. Həmçinin balıqlarda belə bir xüsusiyyət var ki, arteriya damarı deməli tənəffüs orqanı iki arterial damarın arasında yerləşir. Qəlsəmə gətirici arteriyalar gəlir, kapillyarlara şaxələnir qəlsəmələrdə, qəlsəmə çıxarıcı arteriyalarda çıxır. Yəni tənəffüs orqanı iki arteriyanın arasında yerləşən, venalar ilə yalnız venoz qan daşınan dedikdə balıqları götürmüş olaraq. Venoz qanın vena damarı ürəyə qayıtması bu hər ikisində var. Amma suda qurda yaşayanlarda əlavə olaraq venoz qan, daha doğrusu vena damarı ilə arterial qan ürəyə qayıda bilir. Bu hər ikisi üçün doğru fikirdir. Qanın tənəffüs orqanından arteriya damarına keçməsi bu balıqlara aiddir. Suda qurda yaşayanlarda az öncə də qeyd etdik ki, qan tənəffüs orqanından vena damarına keçmiş olur. Ona görə cavabımız olur 1-3-B variantı. Sual 66. Eyni qida zəncirinin müxtəlif halqalarını təşkil edən canlı qrupların ümumi kütlələri verilmişdir. Burada birinci produsentdir. Birinci dərəcəli konsument, ikinci dərəcəli konsument, üçüncü konsument, dördüncü konsument bu şəkildə qeyd etmiş olsaq, biokütlə etibarilə produsentlər daha çoxdur. Təbii ki, halqalar, belə deyək, pillələrdə olan orqanizmlar birinci pillədə, birinci dərəcə konsumentlər, daha sonra ikinci, üçüncü, dördüncü bu şəkildə qeyd edirik və get-gedə irəliyə doğru irəlilədikcə halqa, produsentdən, yəni konsumentlərə doğru irəlilədikcə biokütlə miqdarı azalmış olur. Biz ikinci konsumenti axtarırıq. Bu da cavabımız olur Y variantı.
Sual 67. Vəzni ifraz etdiyi bioloji fəal maddənin keçdiyi yol verilmişdir. Deməli, vəzi qana, qandan da orqana, yəni hədəf orqana ötürülür. Qana ötürülmə varsa, təbii ki, bu daxili sekresiya vəzidir. Böylə üstü vəzni götürmüş olacaq. Tər vəzləri dərin səthin açılır. Qaraciyər nazik bağırsaq, göz yaşı kanalı ilə yenə xarici açılır. Ağız suyu vəzlərinə aiddir və xarici sekresiya vəzlərinə aiddir. Biz daxili sekresiya vəzsə axtarırdıq, cavabımız olur A variantı. Sual 68. Latın mənşəli humor sözünün mənası humoral tənzim sözündən gəlir. Humor maye deməkdir. Sual 69. Bitkinin deməli 9 xromosomlu yumurta hüceyrəsi bitkinin 8 xromosomlu spermi tərəfindən mayalandırılır və burada mayalama prosesi baş tutduqdan sonra diploid zigot yaranır və bu ziqotun xromosom yığımı 17 olacaq və dölsüz fərdlərdir bunlar. Yəni döl verməyəcək. Dölsüzlüyü Karpachenko metodu ilə aradan qaldıran zaman xromosom yığımını 2 dəfə atmış olacaq. Cavabımız olacaq B variantı. Sual 70. Birləşərək analizator əmələ gətirə bilər. Analizator ibarətdir reseptor, hissi yol, mərkəz. Burada biz torluq işanın reseptorlarını görürük. Daha sonra hissi yol görmə siniri olacaq. Daha sonra bir də beyin yarımkürə qabığının müvafiq nahiyəsi indi görmənin mərkəzi ənsə payı olduğu üçün ənsə payını götürürük. Ardıcıllıq desəydi, öncə birinci torluq işa gəlir. Torluq işanın reseptorları, daha sonra impuls ötürülür görmə sinirinə, daha sonra isə ənsə payına. Burada ardıcıllıq soruşmuş, sadəcə birləşərək analizatoru yarada bilər deyir. 1, 3, 4 cavabımız olur A variantı. Sual 71. İnsan baş beyin yarımkürə qabığının sol hissəsində 100 milyard sinir impulsu ötürməsində iştirak etməyən. Biz bilirik ki, neyron sinir impulsunun ötürülməsində iştirak edir. Peyk hüceyrələri isə sinir impulsunun ötürülməsində iştirak etmir. Əgər bizim sol yarımkürəmizdə 100 milyard ötürülməsində iştirak etməyən deyirsə, peyk hüceyrəsindən danışır. Əgər bizdə 100 milyard peyk hüceyrəsi varsa, solda 100-dürsə, sağda da 100 milyard peyk hüceyrəsi vardır. Ümumi 200 milyard peyk hüceyrəsi var. Neyron sayını tapmış olsaq, əgər bizdə deməli, peyk hüceyrəsinin sayı 100-dürsə, 100 millarddırsa, neyron sayı bundan 10 dəfə az olacaq. Çünki bir neyrona 10 peyk hüceyrəsi düşür. Əgər bizim 100 peyk hüceyrəmiz varsa, 100 milyard daha doğrusu peyk hüceyrəmiz varsa, 10 milyardda nəyimiz olacaq? Neyronumuz. Burada da həmçinin hər iki yarım kürə üçün 10 milyarddır. Ümumi cəmimiz olacaq. Deməli, hüceyrə sayımız olacaq 220 milyard və bunlar somatik hüceyrələrdir. Biz bilirik ki, bir insanın bir somatik hüceyrəsinin nüvəsində 2 ədəd cins xromosom var. Qadında XX, kişidə XY olmaqla ümumilikdə bir somatik hüceyrədə 2 cinsi xromosom var. O zaman 220 milyard somatik hüceyrədə də 440 milyard cinsi xromosom olacaqdır. Sual 72. İnsanda yuxarı ətraf skeletinə aid olmayan sümüklər, körpücük və kürək yuxarı ətrafın qurşaq skeletinə aiddir. Qabırğalar gövdədə döş qəfəsinə aiddir, yəni qurşağa, yuxarı ətrafa aid deyildir. Döş sümüyü fəqərələr gövdəyə aiddir, yuxarı ətrafa aid deyil. Bazı sayı yuxarı ətrafın sərbəst hissəsinə aiddir. Əl sümükləri yuxarı ətrafın sərbəst hissəsinə aiddir. Cavabımız olur 2, 3. Sual 73. Mitoz bölünmənin metafaza mərhələsində xromosom yığımı 2N, 4C, 4D şəklindədir. 4 xromatid sayımız 4-dürsə, əgər bizim 4N'imiz 52-yə bərabərdirsə, diploid yığımımız 26-ya bərabərdir. Qamet deyilsə, haploid yığımını tapmalıyıq. Haploid yığımımız da 13-ə bərabər olmuş olacaq. Cavabımız olur 13. Sual 74. Mətndə buraxılmış sözlərin ardıcıllığını müəyyən edin. Biz bilirik ki, təkamülün 2 istiqaməti, 3 yolu var. İstiqamətlər bioloji tərəqqi və bioloji tənəzzüldür. Bioloji tərəqqi istiqamətinin də 3 əsas yolu vardır və bunlar aramorfoz, ideadaptasiya və ümumi degenerasiyadır. Bunlardan aramorfoz quruluşu ümumi yüksəlişə aparan, həyat fəaliyyəti intensivliyini artıran təkamül yoludur. Bircə saniyə. Deməli, burada 3 əsas yolu vardır, amma 3 yol bizdə 2 rəqəmi ilə göstərilir. Bircə saniyə. İkinci bizdə 3 yola aiddir. Daha sonra aramorfoz deməli 3-cü rəqəmlə göstərilmişdir. Sonra buna misal olaraq burada aramorfoza misal olacaq. Deməli istiqanlılıq ilk dəfə məməlilərdə yaranmışdır. Toxumların yayılmağa uyğunlaşması, parazit qurdlar bu olacaq ideadaptasiya, yayılmağa uyğunlaşma ideadaptasiyadır. Parazit qurdlarda sormac və qarmaqların əmələ gəlməsi yenə parazitliyi ilə əlaqədar bir uyğunlaşmadır, yenə ideadaptasiyadır. Amma istiqanlılıq isə bizdə aramorfoz olacaqdır. Cavabımız olur 2,
3, 6. Və 75-ci sual uyğunluğu müəyyən edin. Təbiətin sanitarı hesab olunur. Burada biz deməli cəsəd ilə qidalanan böcəklərdən məzar böcəyini götürəcəyik. A gedir 3-ə. Yetkin fərdində ətrafların sayı sürfəsindən az olan bu kələm kəpənəyi olacaq. Kələm kəpənəyin yetkin fərdində yalnız döş boğumlarına birləşən 3 cüt ətraf vardır. Amma tırtılda qarıncıq ayaqları da vardır. Ona görə bu kələm kəpənəyinə gedəcək. İnkişafı natamam çevrilmə ilə gedən çəyirtkə olacaq, çünki dolayı qeyri-tam çevrilmə ilə inkişaf edirlər, onlarda pup yoxdur. Yetkin fərdin ağız aparatı sorucu olan kələm kəpənəyidir. Yetkin fərdinə bığcıq olmur, bunlar həşəratlara aiddir və hər birində bir cüt bığcıq vardır. Ona görə heç birini götürə bilmirik. Cavabımız olur 1-ə B, D, 2-yə C, 3-ə A.